Başlayıram yenə. Hər səhər 10 gün demişəm ki, bunu eləyəcəm. Kətan toxumundan chia toxumunu qarışımıdır. Hərəsindən bir xörək qaşığı tökürəm. Bir xörək qaşığını keçməməlidir gün ərzində ümumiyyətlə. Yəni ziyan ola bilər. Bunun da faydalarını yəqin ki, bilirsiniz də qızlar, çox xeyirlidir. Hətta dəriyə belə xeyirlidir. Dərini belə nəmləndirir, qırışları azaldır. Mən bunları, bax bunu belə almışam, göstərim. Paketlədir də, ikisi də belə paketlədir. Marketdən almıram, siz də marketdən almayın, çünki orada bahadır. Çərəz yerləri falan olur, oradan almaq, münasib qiymətə oradan almaq olur. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Məni tanıyanlar onsuz da bilir, tanımayanlar üçün isə qısaca deyim ki, burada öz gündəlik həyatımı paylaşıram. Hazırdır qızlar, bunun hamısını özüm içəcəm. Əslində Tural evdə olsaydı yarısını Turala verərdim, amma Tural evdə yoxdur. Tək hamısını içəcəm. Bir şeyi də sizinlə bölüşmək istəyirəm. Bu yolda mənim çox gözəl bir hədəfim var. 10.000 abunə olmaq. Buna görə də sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Əgər videolarımı bəyənirsinizsə, abunə olub mənə hədəfimdə kömək etsəniz çox şad olaram. Hər birinizə indidən təşəkkür edirəm. Keçən vloqumda sizə demişdim ki, 5 kilo çəki verməliyəm və bugündən başlayıram. Bugün isə ilk günümdür. Birinci gün səhərdə çıxıram tərəziyə, görək neçə kiloyam. Bir həftəyə 5 kilo çəki verməliyəm. Allahım, necə olur? 64 kiloyam da belə, 65. Düşməliyəm 59-a. Görək necə edirik. Gecə Turalla nələr almışıq. Yoxu zəncəfilin də. $38 manatlıq nə aldım. Belə bir zəncəfil aldım. Hər axşam dəmləyib içirik. Onu da arıqlayacam axı. Sonra toyuq almışıq. Sonra belə bir araq aldıq. Simiçkadan aldım. Bu simiçka çox qəşəngdir oradan da. Belə bir şey aldıq uşaqlara. Belə şeydir. Əvvəllər tez alırdıq. Bir rol alıbdır. Bunu Rahimə almışıq. Bir simiçka çıxdığında bizə mane olmasın. Это Ирая. Это моя. Нет, это моя. Tələbəliyimi xatırlayıram, bunu görəm. O vaxt təzə çıxmışdı. Маленький. Bir də Tural nədəsi üçün həmişə bundan alır. Doğrudan da bu çox xeyirlidir. Там. Ağrısı falan Это kəsir. для тебя. Сюда Еще мало. есть шокус. Еще есть шокус. Sport peçenye. Bu Tural özü almışsan. Bundan Ой, elə xoşum gəlir bu это что? konfetdən. Это Nilay что hamılalanda меня? əvvəllər alıb Это что içirdim. меня? Gələndə o hamiləliyimi xatırlayıram. Belə bir çörək aldı. Bunu deyəsən səfərlərimizdə ilk dəfə də almışam. Oy. İlk dəfə də aldıq. Çünki üstünə yazılıb ki, mayasızdır. Görək necə olar. 2 dənə limon aldıq. Manna aldım. Endirimdəydi də Ankara'nınkini götürdüm. Ən ucuz buydu. Səhərlər bunu yeməyə yaxşıdır. Qarnını düz eləyirəm bunu da yeyəndə. Çünki o vaxt arıqlayanda bundan yeyirdim səhərlər. Sonra belə bir şey Tural götürüb. Потом. Yuxa götürmüşük. Это. Hollandı götürdük. Maya. Belə tacındır. Bax, işte 2 dənədir. Al, uşaqlara götürmüş yerlərdə. Это моя. Это моя. Sağdaşa götürdük halal. Это колбаса. Halal olanlar alırıq ancaq. Это моя? Это Soğan aldıq. это. Спасибо. Это Belə bir dənə də yağ aldıq. Endirimdəydi deyə aldıq. Bu da Nilayın. А что ты Yox, bitdi. Ümumi 8 manat elədi. моя? Çay içirdik bayaq aldığımız konfetlərdən. Tural, mən içdiyim konfet normal idi. Turalın açlığına baxın. Qurtlayıb. Əlim değməsin deyir. Görürsünüz.
Burada da kurt yumurtalar var. Bayaq alış-veriş kadrlarında gördünüz. Arazdan konfeti almışdıq. Amma çay içəndə mən birini yemişəm, bilməmişəm. Kurtlayıp. Amma Tural deyəndə ki, bunda nədə yumurtası falan gördü. Ondan sonra da iyrəndim. Gecə səhərə kimi mədəm çox narahat oldu. Özümü çox pis elədim. Qaytarmağım gəlirdi. Dəhşət dərəcədə iyrənmişəm. Hətta gün ərzində qızdırmam belə oldu. Bunun illər əvvəl də belə bir şey olmuşdu. Arazdan aldığımız konfetin içindən qurd çıxmışdı. Demək olar ki, 1 il, 2 il mən Arazdan konfeti almadım. Ümumiyyətlə o addeli görəndə elə bilirdim ki, bütün konfetlər qurddudur. Gedib başqa marketdən alırdım, Bravodan falan alırdım, amma oradan almırdım. Baxmayaraq ki, Araz mənim sevimli marketimdir. Demək olar ki, orada çox şey alırıq, amma konfet mövzusunda bundan ikinci dəfədir ki, qurd da çıxır. Başqa bir məhsullarını da görməmişəm. Bundan sonra yenə də almayacağam. Gecə ilə Tural məhsulu qaytarsa da əsas şöbələrinə də şikayət bildirdim ki, təzədən vitrinə qoyub satmasınlar. Keçən dəfə təzədən gördüm satırdılar. Amma bu dəfə susmadım. Siz buna bakın. Karandaş montur. Göndü çəkəcəkəcəkdir amma. Rahim, onu niyə yerə tökürsən? Ha? Niyə ev dağınıqdır Rahim? Ama bilmiyorum sen. Kim bilir? Biz bu nədir yerə tökmüsən? Nədir bu? Niyə yerə tökürsən? Burada niyə üstə eləmirsən? Hı? Bir ay olar ki, yumurtanı yağda yeyirəm. İndi arıqlamaq niyyəti ilə arıqlayacağım deyə yumurtanı qaynadacağım. Bir dənə yumurta mənə bəs eləyir. Bugün aldığım badımcanlardır. Əslində bunu almışdım ki, evdə ətim vardı, çubacı eləyim. İndi də deyirəm ki, bəlkə bunu qarışıq eləyim. Qarışığı da bizdə elə yemirlər də, sevirlər. Bir də mən sevirəm, sarımsaq qatıqla yeyirəm bəhbəhlə. Deyirəm, bəlkə kartof falan, kök belə qovurum bunu, badımcanı. Yəni, qızım, diyeta falan, yəni ac qalmıram. Belə şeylər eləyirəm. Başlayaq, birinci bundan başını keseyim ki rahat olsun. Görürsə mən solaxayam. Çox adam bilmirmiş, vloga baxandan sonra bilib ki, mən solaxayam. Mən bəzi işləri yazmağı sağla yazıram. Amma doğramaq, kəsmək bu şeyləri solla eləyirəm. Uşaqlıqdan belədir. Hələ yazını da solla yazırdım. Mamam məni daha çox çətinlik çəkib o sağ öyrəşdirməkdən ötürü. İndi amma baxıram ki, uşaqlar solla yazırlar, dəbdir daha da. Belə. O qədər məni belə uşaq vaxtı qınıyırdılar. Solla yazırsan falan, solla elədin. Qınıyırdılar, kompleksə düşürdüm də. Elə bildim ki, pis bir şeydir, amma indi normal qarşılanır. Bunun içinə soyuyorum. Sonra yuyacağım. Mən deyəndə ki, 5 kilonu bir həftəyə atmalıyam. Çox adam düşündü ki, mən ac qalmaqla o sərt diyeta ilə arıqlayacağam. Təbii ki, o elə ümumiyyətlə diyeta ilə ümumiyyətlə arıqlayanda nə qədər çəki vermirsən, onun sürəti geri alırsan. Mən 5 kilo çəkini bir həftə içində verməyi nəzərdə tutmamışam ki, ac qalacağam. Sadəcə olaraq yeməyimi azaldacağam və hərəkətimi çoxaldacağam. Badımcan yeməyi də ki, ümumiyyətlə kalorisi az olan bir yeməkdir. Onu rahatlıqla yemək olar. Ona görə də badımcan yeyirəm, həm də ki, yüngül yeməklər olsun. Gecə məsəl üçün acdım, gecə yemədim. Saat 6-da yemişdim axşam yeməyimi. Marketdən baxmayaraq kolbasa falan almışdıq. Əslində ac idim, amma dedim ki, yox, yemə, səhər durub yeyərsən. Özümü belə sakitləşdirdim və unutdum. Təbii ki, sonra da konfetdən də çay içmək istəyirdim, o da alınmadı, o da qurtu çıxdı. Yəni demək istədiyim odur ki, mən sırf ac qalaraq arıqlaya bilmərəm. Qızlar, diyeta mənlik deyil. Bacım maşallah olsun, dietanı çox yaxşı saxlayır. Üstünə düşəndə yəni ac qala bilir. Amma mən ac qala bilmirəm. Sırazı əlim əsir, ayağım əsir, halsız oluram, gözüm qaralır. Yəni ayaq üstü dayana bilmirəm də yerə yapışaram. Bax o dərəcədə oluram. Ona görə də ac qala bilmirəm. Mən yeməklə yeyirəm, ancaq az yeyirəm. Yəni çox yemirəm. Yəni, fikir verirəm ki, ümumiyyətlə deyəndən ki, məsəl üçün 5 kilonu atmalıyam. Yemək yeyəndə fikir verirəm ki, süfrədə mən ac dururam. Görürəm ki, doymamışam, mədəm yenə də acından üzülür. Yemək yesəm belə, yenə də yemirəm, əlavə eləmirəm. Bir boşqabda nə qoymuşamsa onu yeyirəm. Artıq yemirəm. Elə olduqca da mədə öyrəşəcək, mədə də başlayacaq balacalaşmağa. Mədə də balacalaşandan sonra arıqlamaq daha rahatdır.
və çoxlu gəzmək. İndi yağış yağdığına görə axşamlar ilə də çıxıb gəzə bilmirik Turalla. Çünki hava soyuqdur, çox soyuqdur deyirəm. Xəstələnərəm, ona görə gəzə bilmirəm, amma evdə idman hərəkətlərini eləyirəm. O sizə keçən dəfə qoyduğum linkin hərəkətlərinin açığı saxlamışam. Amma başqa bir yüngül hərəkətlər var ki, eyni o oradakı hərəkətlərdəndir. Sırf çünki mənə lazımdır ki, qarın əgər düz olsun, qarın əzəlləri bərkisin. Onu eləyəcək. Siz əgər %100 nəticə almaq istəyirsinizsə, keçən dəfə paylaşdığım linkdəki hərəkətlərin mütləq hamısını edin. Həqiqətən nəticəsini görəcəksiniz. Sadəcə olaraq məndə qarının düz olmağı bərkiməyi lazım olduğuna görə, bir də qolların əzəllərini bərkitməyim lazım olduğuna görə, ona görə də mən o hərəkətləri eləmədim. Çünki uşaq, ev çatdıra bilmirəm. Başqa bir hərəkətlər tapmışam. Onlar oradakı elə hərəkətlərin eynisidir. Onları eləyirəm. 3 dənə bir hərəkət var ki, hər səhər kətan chia toxumunu içəndən sonra o hərəkətləri eləyirəm. Ondan sonra səhər yeməyimi yeyirəm. Yəni bu hərəkətlər də çox faydalı hərəkətlərdir. Mənə lazımdır ki, qarın əzələsi bərkisin. Əslində mənim çəkim elə də çox görsənmir. Sadəcə olaraq məndə qarın əzələləri, mən ümumiyyətlə əzəliyə fikir verənəm. Əzələ bərk olmalıdır. Mən düşünürəm ki, çünki uşaqlıqdan mən elə görmüşəm, həmişə hərəkətdə olmuşam deyə əzələlərim ömür boyu bərk olubdu. Biraz yumşalan kimi deyirəm, vay kökəldim. Ona görə də əzələlərimi bərkitmək ehtiyac duyduğuma görə o 3 hərəkətləri eləyirəm ki, əsas mənim qarın bir də qol nahiyəsinin əzələsini bərkitmək lazımdır. Mən də bunlar üzərində çalışıram. Ancaq ki, çəkidə ümumiyyətlə həmişə yadınızda qalsın ki, çəkidə 3 kilo ödəm sayılır. O ödəmi 3 günə, 2 günə hətta atmaq olur. Yəni bir günə də elə detokslar var ki, ondan bir günə də atmaq olar. O 3 kilo çəkinizdən həmişə onu ödəmə çıxın. Ödəm 3 kilo olur bədəndə. Onu atandan sonra yerdə qalan çəki, məsəl üçün məndə tərəzidə gördünüz ki, 64-65 göstərir də çəki. Onun 3 kilosu ödəm. Onun 3 kilosunu çıxanda 61 kilosu qalır. Mən hardasa 60-61 kilodayam. Çünki çox vaxt mən kök görsənmirəm. Çox adam mənə deyir ki, belə yaxşısan, birdən də olur ki, şişkinliyim olur. Əslində bizim səhvimiz nədədir? Biz ümumiyyətlə arıqlamaq istəsək belə, istəməsək belə, həftədə 1-2 dəfə də olsa detoks edib, ödəm atıcı detokslar edib içməliyik. Amma bunu etmirik, üz gözümüz şiş vəziyyətdə şişman kimi gəzirik. Çayı bundan içəcəm, ərik qurusundan, meyvə qurularından istifadə edəcəm. Yəni sırf özümü belə az saxlayan deyiləm, hər şeydən məhrum eləməyəcəm. Amma çalışacağam ki, nəzarət edeyim ki, bu çəkini verə bilim. Mən badımcanı da belə eləyirəm, nəyət belə pişib qovururam. Elə ləzzətli olur, sarımsaq qatlıqla da qəşəng yeyirsən. Bunu yudum, suyunu sıxdım, acı suyu çıxıb. Evdə hərə bir cür yemək istədiyinə görə adam bilmir ki, nə bişirsin. Əslində bu badımcanı təkcə bişirmək istəyərdim, ancaq ki, Tural xoşlamır belə, o badımcanı laylay qızardan da xoşlayır. Mən də uşaqlar da yesin deyə, uşaqlar da bunu belə yeməyəcək deyə, içinə məcbur kartof doğrayıb atıram ki, kartofun heç olmasa uşaqlar seçib yeyər. Yəni vəziyyət düzə budur. Hərə bir şey istəyir, adam da bilmir ki, nə bişirsin. Hamı da razı qalsın. Baxın, biraz qovurdum. Şimdi bunu qatıqla yiyəcəm. Bu mənim dietik yeməyim. Yay sezonidir. Nerede oluyorlar? Ne diyor? Kimden bakalım onlara? Ha?
İbrahim. Ya Raşa. Reşat. Reşat var burada. Elede. Bu elede. Elede. Bu elede. O. Götürüp yontulur. Bu nerede? Bu adı. Bu adı. Evdə Rahimlə mənəm. Rahim otağı təmiz dağıdıb, mən kuxnada yemək hazırlayana kimi gəldim ki, hər şey yerdədir. Oyuncaqları yığışdırdım. İndi başlayıram toz soranlamağa. Əvvəllər Tural mənə inanmırdı. Gəlirdi, ev görürdü, belə uşaqlar dağıdıb. Deyirdi ki, sən evi yığışdırmırsan. Yalandan deyirsən ki, uşaq dağıdıb, yığışdırsan niyə belə olsun ki? Yəni heç cür Turalı inandıra bilmirdim. Elə ki, Tural evdə çox olduqca uşaqla görürdü ki, yox, uşaq doğrudan da dağıdır, mən yığışdırıram. Uşaq dağıdır, gəlir görürdü ki, heç elə bir bayaq yığışdırdığım evdə uşaq necə dağıdıbsa. Ondan sonra inanmağa başladı ki, hə, səydə yığışdırır, oradan uşaq dağıdır. Əvvəllər bizim belə bu evin sərgəli üstündə problemimiz olurdu. Ən çox da oyuncaqlar üstündə. Tural da bilmədən gəzirdi, ayağının altında qalırdı, əzilirdi. Onda deyinirdi ki, bu nədə yığışdırmırsan sən? Uşaq tökürsən yığışdırmırsan. Elə deyirdi. Biraz mübahisələrimiz olurdu. Sonra gördük ki, yox, doğrudan da mən yığışdırıram gözüm qabağında. Heç 5-10 dəqiqə keçmir, uşaq elə dağıdır ki, elə bir ki, bu evə əl gəzdirir. Mənim evdə təmizliyi ilə bağlı bəzi psixoloji problemlərim var. Polun üstündə saç görsəm gəzə bilmirəm. O polun üstündə elə bilirəm ki, ayağıma tük yapışacaq. Ona görə də tez-tez evi toz soranlayıram. Deyirəm ki, öz evimə köçəndə mütləq robot süpürgə alacağam. Bilmirəm, aranızda ondan istifadə edenlər var. Necədir? Deyir, çox adam deyir ki, yaxşı təmizləyir, çox adam da deyir ki, yox, elə də yaxşı təmizləmir. Yəqin ki, mən düşünürəm, onun firma söhbəti var, firma məsələsi var. Ola biləcək ki, hansısa bir firmada onun funksiyaları daha yaxşı işləyir. Elə düşünürəm. Yəni bu barədə məlumatım yoxdur, elə araşdırmamışam. Nə vaxt ki, almağa başlayacağam, onda araşdıracağam. Görə də mən evi tez-tez toz soranlayıram. Yəni dayanmadan evi toz soranlayıram. Hər gün demək olar ki, toz soranlayıram. Saç falan görəndə dəhşətə gəlirəm. Bilirəm ki, evdə də 2 nəfərlikdə Nila ilə mənim saçım olur. Yenə də özümdən asılı deyil. Elə bilirəm ki, ev pis gündədir də. Deyilə belə ətmir. Ümumiyyətlə mənim əvvəllər çox təmizliyə qarşı sərhədlərim var idi. Onları yavaş-yavaş eləməyə çalışdım. Özüm beynimdə uzaqlaşdırmağa çalışdım. Mən harasa gedəndə kimisə evində hansısa stəkanında çay belə içmirdim. Öz evimizdə belə mənim öz ayrıca stəkanım var idi. Ancaq onda çay içirdim. Öz ayrıca boşqabım vardı. Ancaq onda yeyirdim. Kimsə onda çay içə bilməzdi, yeyə bilməzdi. Bunu tələbəlik vaxtlarında başladım. Artıq özümdən uzaqlaşdırmağa ki, bu fikir düz fikir deyil. Harasa gedəndə ümumiyyətlə restorana gedirsən, özünün stəkanını evdən aparmayacaqsan ki. Elə özümü başladım öyrəşdirməyə bu həyata. Yəni o şeylərimdən artıq uzaqlaşdım. Yəni bir növ titizlik var idi məndə. O da ki, sonu xəstəlikdir də bilirsiniz. O aşırı dərəcə olanda insan xəstələnir, şəkər xəstəliyi ola bilər. Ən başlıca o təmizliyin aşırısı olanda insanın ən birinci tutulacağı xəstəlik şəkər xəstəliyi olur. Ona görə də mən belə şeyləri araşdırdım, oxudum, gördüm ki, yox, ziyanlı şeylərdir, bunun sonu olmur. Özümü düzəltdim. Ən gözəli heç bir şeydən iyrənməməkdir. Ay Allah, kim deyər ki, aprel ayıdır. Bu nə havadır? İşim çox olanda veriş ki olurdu, çatdıra bilmirdim. Onda hava elə gözəl idi. İstədiyim vaxt çıxa bilərəm də işdən. İndi amma hava belədir, soyuqdur, evdən çölə çıxmaq olmur. Özü havada buzluq var da yəni. Normal gəzmək də olmur. Nədir bu qədər? Vlogumu yekunlaşdırıram. Kanalıma abunə olmağı unutmayın. Növbəti vloglarda görüşərik.